Burada çoxlarımızı bir məhsul maraqlandırır. iPhone-un qiyməti necə olacaq? Son vergilər onu göstərdi ki, hələ ki telefon bazarında o qədər də böyük problemlər yoxdur. Amma məncə telefon ən axırıncı problemimiz olmalı idi bizim ki, bunu alaqmı, almayaqmı? Amerikan vətəndaşlarının COVID-19-da salfet davasına çıxmışlar. Bu səfər isə iPhone davasına çıxdılar və nəticədə iPhone 4 samolyot dolusu iPhone-u Çindən Amerikaya transfer elədi və türklər demişkən pendir ekmek kimi satıldı. Amma bu günləri yenidən bazar özünə gəldi. Hər kəs qorxur ki, qiymətlər qalxacaq. Və biz Azərbaycanlılar bununla bağlı nə edə bilərik? İqtisad elmi tibb elmi kimidir. Necə ki, şəkəri olan birinə siz deyə bilməzsiniz ki, ala paxlavanı ye, özünə gələcəksən və yaxud da təzyiqi olan birinə ala quzu ətini ye, özünə gələ biləcəksən. Yəni, bu kimi qeyri-müəyyən davranışlar istehlakçı sadəcə bir şey etməli, nəğd pulda qalmalıdır. Əsasən də onlayn alış-veriş, xarici onlayn alış-veriş səhifələrindən uzaq durun, maksimum özünüzü əldə saxlayın. Çünki insan davranışı biz heç də o qədər rasional bir varlıqlar deyilik. Əsasən də o məhsullar, gadgetlər qarşısında bir bu günləri bizdə ən önəmli problem yarana bilər. Nə? Müharibə Çin və Amerika arasında. Çünki bütün bu gadgetlərin işləməsi üçün çip lazımdır. Çip isə hardadır? Tayvandadır. Və bu müharibə başlasa biz vətəndaş olaraq necə əziyyət çəkə biləcəyimizi siz məndən daha yaxşı bilirsiniz. Ona görə də maksimum dərəcədə əlinizdə nəqd